Salamünaleyküm əziz izləyicilər. İstəyirəm ki, bugün Allahın izni ilə sizə istixanamızda olan çeşidləri göstərim və sizinlə bir yerdə ekskursiya edək istixanamızda. Zəhmət olmasa birinci asas fermları göstərək. Hal-hazırda rəng çeşidlərimiz bol olan asas fermlarımız 4-5 çeşid rəngimiz mövcuddur asas fermlarda. Keçək bu tərəfə inşallah. Burada verbeniyalarımız var. Dözümlü güllərdir verbeniyalar. Mini qərənfillərimiz və violalarımız mövcuddur. Zəhmət olmasa keçək tıklamenləri göstərək. Tıklamenlər hal-hazırda 7-8 cür rəng çeşidimiz mövcuddur tıklamenlərdə. Gördüyünüz kimi çox gözəlliklər, yəni çox gözəldir, superdir. Və burada geranlarımız var. Tureski geranlar gedir bunlar. Tureski geranlarımız mövcuddur. Sonra hal-hazırda bahar gülləri olan senaryalarımız hal-hazırda endirimdədir, 50%-dən çox endirimimiz mövcuddur bunlara. Sonra gəl zəhmət olmasa biraz qabağa. Kalendulalar. Kalendulalar, yəni bir çoxunuzda da məlumdur ki, necə dözümlü bir güllərdir. Yəni çox super çeşidli güllərdir. İnşallah gəl çəkək burada zonal nigeranlarımız. Zonal nigeranlarımız o birisi geranlardan fərqləri odur ki, boyları o qədər çox böyümür bu geranların. Yəni standart qalır. Yəni o birisilər biraz əgər bu havaya qədər qalxırsa, bunlar o qədər qalxmırlar. Bunlar kiçik qalır. Burada papatyalarımız da mövcuddur. Rəng belə 4-5 çeşid rəng çeşidinə malik olan papatyalarımız da mövcuddur. Zəhmət olmasa ki, yazsazsa yenə də göstərək. Baxın, burada ranunculuslarımız var. Rəng bərəkdir. Ağın çoxluğuna baxmayın, yəni ağ çox görsənə bilər, amma rəng bərəkdir. Çeşidlərimiz boldur. Burada salviyalarımız var, xına gülləri. Hissiyata tükürdə deyirik buna biz. Burada gözəlliklər, baxın, yəni super mallar da əladır. Keçək bu tərəfə kral pelargoniyalarını göstər zəhmət olmasa. Kral pelargoniyaları Elmadi ilə kral pelargoniyasıdır. El arasında isə bu güllər Ivan Maria kimi tanınır. Kral pelargoniyası bir növ geranlarla, yəni əmən köməncilərlə əmyoğlu hesab olunur. Yəni eyni nəsildəndir. Burada ətirli matiolalarımız mövcuddur. Rəng bərək 3-4 çeşid rəngimiz mövcuddur ətirli matiolalarda. Kallik qızıl güllərimiz də var. Rəng bərək kallik qızıl gülləri. Baxın, yəni çeşidlərimiz boldur kallik qızıl güllərində də. Hal-hazırda üstlərində qonça da mövcuddur. Burada sindiyantuslarımız var. Rəng bərəng dözümlü güllərdir. Yəni mən sizə göstərdiyim güllər içində çoxsu dözümlü güllərdir. Yayqış dözümlü güllərdir. Amma yenə də siz bizə soruşa bilərsiniz. Nə zəhmət olmasa opşipan ki, tək o da asmalarda göstər. Yəni burada asmalarımız da mövcuddur. Cürbəcür, çeşid 15-ə yaxın növdə asmalarımız mövcuddur. Gördüyünüz kimi. Zəhmət olmasa gəl indi bunlardan kartenziyaları göstərək. Kartenziyalarımız var burada. Gördüyünüz kimi kartenziyalar konser olanlar da hazırdır. Kalalarımız da var burada. Ağ rəngdə kalalar. Başqa